Mən Şirəliyev Gülağa Xanoğlanoğlu, Xallıcalı kənd sakini. Bizim çətinliyimiz qardaşı, bax belə yağış, qar ki olur. Yəni o belə şey olan kimi bu vəziyyət hər il 3-4 ildir belə yaranır. Su basır. Bəli, bəli. Hələ indi yaxşı gördü. Su həddən su oranı basıb boyca keçirdi. Buradan çıxırdı həyətə sarı. Bu deyil, görürsünüz də bu göz qabağında olan şeylər. Yəni bizim çıxış yolumuz yox idi. Mən məcbur oldum ki, xəbər elədim. Sağ olsun Su Meliorasiya İdarəsinin işçiləri gəldilər oradan onu. Yoxsa əgər belə qalsaydı biz getmişdik, su altında gedəcəkdik. Atamdan düzəldi. Demək ora mən gəlirdim, ora gördüm. 1 saat, 2 saat düzəldi. Hə, bir saat olar, 1 saat olmaz, biraz azdır. Bax, yəni su buraya ilə keçim-keçimdəydi. Görürsünüz nə qədər 3-4 sant, 5 santdan çox düşüb aşağı, 10 sant düşüb aşağı. Yəni bu suyun belə olması bizim qabaq su tutarımız var idi. Su gəlirdi, belə sel su girirdi ora, yığılırdı ora, kəndə gəlib çıxmırdı. Gəlirdi, az hissəsi gəlirdi, amma istifadə eləmirdi. İndi o yoxdur, o gələn sel sular hamısı kəndə gəlir. Gəlir, kəndi götürür. İndi hələ bura yaxşı Qar yağandan sonra belə oldu. Bəli. Hər il belədir, Mirzəyev Mehman Əbləsənoğlu. Mehman dayı, elə kimi ziyan dəyib sizə? Necədir vəziyyət hal-hazırda? Mənə elə bir reys elə bu suyun hesabına evi uçub. Heç yer, məsələn, kömək hesab eləməyib, özüm tikmişəm, özüm alaydan şəraitimi qurmuşam. İldə bu vəziyyətdə də, məsələn, su basır, yağış, keçən axşamki yağış da yağıb, qara əriyib, töz suyun içindəyik. Bu vəziyyətdəyik. Vəliyev Telman, mən Su Meliorasiya Sistemlər İdarəsinin işçisi. Suyun basma nəticəsi ondan ibarətdir ki, bu qar yağdı, axşam yağış yağdığına görə qar kütləvi əridici üçün belə hal olmamışdı. Kütləvi əridici üçün ona görə sudan sahələrin, taxıl sahələrin, otlaq sahələrin qarı əridi kütləvi. Onun üçün gün bu su basma hal oldu. Sirüz müəllim də bizim ərazi nümayəndəsi sağ olsun, o da gəldi, özü də bizdən buradadır. Bizim idarənin, su idarəsinin texnikaları da işləyir hal-hazırda. Hardasa 1-3 saata yaxındır, bu problemi aradan qaldıracaq. İndi hal-hazırda gedəcək, görəcəksiniz də. Suyun artıq səviyyəsi yarım metrə yaxın aşağı inir.